Salamlar. Bugünkü mövzumuz qədim Hindistan olacaqdır. Qədim Hindistan. Asiya qitəsinin cənubunda yerləşən Hindistan yarımadasının şimalında Himalay dağları, yarımadasının qərb hissəsində Hind çayı, şərq hissəsində Qanq çayı axır. Hindistan Hind çayının adı ilə belə adlandırılmışdır. Hindistanda arxeoloji qazıntılar zamanı eradan əvvəl 3-cü minilliyə aid Mohenjo-daro və Harappa şəhərlərinin xarabalıqları aşkar olunmuşdur. Əkinçilik mədəniyyəti, sənətkarlıq və ticarət əlaqələri burada yüksək inkişaf etmişdir. Harappalılar Mərkəzi Asiya və Mesopotamiya dövlətləri ilə ticarət əlaqələri saxlamışlar. Eradan əvvəl 2-ci minilliyin sonlarında Avropada yaşayan xalqlar cənuba və şərqə doğru köç etdilər. Cənuba köç edən və dəniz xalqları adlandırılan xalqlar Yunanıstanda Mikena mədəniyyətinə ağır zərbə vurdu. Kiçik Asiyada yerləşən qüdrətli Het dövlətini məğlub edib zəiflətdi. Misir dövləti onların qarşısını çətinliklə ala bildi. Şərqə köç edən həmin xalqlardan biri olan Arilər isə İranda və Hindistanda məskunlaşdılar. Ari tayfaları Hind-İran köçəri tayfalarının özlərinə verdikləri addır. Eradan əvvəl 2-ci minillikdə Hindistana və İrana köçərək orada məskunlaşan tayfalardır. 2-ci minillikdə Ari tayfaların Hindistana və İrana köç etmişdilər. Eradan əvvəl 2-ci minillikdə Ari tayfaların Hindistana köç etməsi nəticəsində Hind xalqı yarandı. Eradan əvvəl 11-ci əsrdə Hind arilərinin dəmir emal etməyi və ondan əmək alətləri hazırlanmağı öyrənməsi nəticəsində əkinçilik inkişaf etdi. Eradan əvvəl 11-ci əsrdə dəmir emal etdilər. Hindlilər filləri əhəlləşdirərək onlardan təsərrüfat işlərində və döyüşlərdə istifadə edirdilər. Hindistanda əmək məhsuldarlığının artması nəticəsində bərabərsizlik yarandı. Adlı sanlı adamlar quldarlara çevrildilər. Adlı sanlı adamlar icmaçı kəndliləri və ya düşmən adlandırılan qulları istismar etməyə başladılar. Tayfa başçıları adlanan racələr tədricən paşaha çevrildilər. Beləliklə, cəmiyyətdəki təbəqələşmə, hakimiyyətin ayrı-ayrı şəxslərin əlində cəmləşməsi və irsi ötürülməsi nəticəsində eradan və 1-ci minilliyin birinci yarısında Hindistanda iş dövlətlər meydana gəldi. Eradan əvvəl 1-ci minilliyin birinci yarısında Hindistanda ilk dövlətlər yarandı. Üzr istəyirəm, biraz xəttim sərgəsi görünə bilər tələsik yazdığım üçün. Eradan əvvəl 6-cı əsrdə 1-ci Daranın ordusu Hind çayı hövzəsinə hücum edib Hindistanın şimal-qərbindəki kiçik dövlət qurumlarını məğlub edərək onları Əhəməni dövlətinə birləşdirdi. Eradan 327-ci ildə İskəndər Hindistanın şimal-qərbinə hücum edib Hind çayı hövzəsini öz hakimiyyət tabe etsə də, əhalinin güclü müqavimətlə rast gəlməsi və əsgərlərinin yorularaq qüvvətə düşməsi səbəbilə bütün Hindistanı işğal edə bilmədi və geri çəkildi. Eradan əvvəl 327-ci ildə Makedoniyalı
İskəndərin Hindistana yürüşü olubdur. Yadınızda qalsın. Və Maurya sülaləsinə danışmaq istəyirəm burada. İskəndərin ölümündən sonra Makedoniya imperiyasının dağıldığı dövrdə Hindistanda Yunan Makedoniya işğalına qarşı Maurya sülaləsindən olan Chandragupta mübarizəyə başlayaraq Hind hövzəsindəki ərazilərin bir hissəsini azad etdi. Maurya sülaləsinin illərini də yazıram. Maurya sülaləsi eradan əvvəl 317, eradan əvvəl 180. Yadda qalsın. Maurya sülaləsinin nümayəndəsi Padşah Ashoka eradan əvvəl 3-cü əsr 2-ci yarısında bütün Hindistanı ilk dəfə vahid dövlətdə birləşdirdi. Ashoka eradan əvvəl 3-cü əsrin 2-ci yarısında bütün sözünə diqqət edin, Hindistanı ilk dəfə vahid dövlətdə birləşdirdi. Bir sıra sahələrdə islahatlar həyata keçirən Ashoka bu islahatları xalqa çatdırmaq üçün Hindistanın müxtəlif yerlərində 33 kitabə qoydurmuşdu. Ashoka Hindistanın tarixində Buddizmin əsas himayədarı və təbliğçisi kimi də yadda qalmışdı. Ashokanın ölümündən sonra Maurya dövləti tədricən dağıldı. Eradan əvvəl 180-cı ildə Maurya sülaləsi hakimiyyətinə son qoyuldu və Hindistan ayrı-ayrı dövlətlərə parçalandı. Eradan 3-cü əsrdə Çində Sin padşahlığı və Maurya sülaləsinin ölkənin vahid dövlət birləşdirməsi qədim Çin və Hindistan tarixi üçün oxşar cəhət təşkil edir. Yadınızda qalsın. Eradan 3-cü əsrdə Çində Sin padşahlığı və Maurya sülaləsinin ölkənin vahid dövlətdə birləşdirməsi qədim Çin və qədim Hindistan tarixi üçün oxşar cəhət təşkil edir. Həmçinin ölkəni vahid dövlətdə birləşdirməsi və islahatlar həyata keçirməsi Mete xandan Sin Shi Huangdi və Ashokanın fəaliyyəti üçün ümumi cəhətdir. Bu da yadda qalsın. Ölkənin vahid dövlətdə birləşdirilməsi, islahatlar həyata keçirməsi Mete xandan Sin Shi Huangdi və Ashokanın fəaliyyətində oxşar cəhət, ümumi cəhətdir. Hindistanda kasta quruluşu, Hindistanda bərabərsizlik onların dinində öz əksini tapmışdı. Hindistanlılara görə baş tanrı, Brahma, dünyanı və insanı yaradıcı hesab olunurdu. Hind kahinləri Allah, Brahma tərəfindən müəyyən olunmuş qaydalar tərtib etmişdilər. Brahma insanları kastalara bölmüşdü. Dəyişməyən irsi, hüquq və vəzifələr olan insan təbəqələri qrupu kasta adlanırdı. Eradan əvvəl 12-11-ci əsrdə Hindistan insanları 4 kastaya bölünürdü. Eradan əvvəl 12-11-ci əsrlərdə Hindistan insanlar 4 kastaya bölünürdü. Kastaya məxsusluq irsi idi. Kastlardan heç birinə daxil olmayanlara toxunulmaz adamlar adlanırdı. Bax, heç birinə daxil olmayanlar toxunulmaz adamlar adlanırdı. Toxunulmaz adamlarda natəmiz yerlər, təmizlər, ən çirkli işləri görürdülər. Demək, kasta quruluşuna gələndə birinci yerdə nə dururdu? Brahmanlar. Brahmanlar. Yəni kahinlər. Brahma ağzından yaratmışdı və onların Allah adına danışmaq ixtiyarı var idi. İkinci nə idi? Kshatri. Yəni döyüşçülər.
Brahman öz əllərindən yaratmışdı. Üçüncü, Vayşi. Bunlar icmaçı kəndlilər idi. Kəndliləri, sənətkarlar və tacirlər daxil idi. Bu kasta Brahmanın budlarına yaradılmışdı. Dördüncü isə şudralar. Yəni nökərlər. Ən kasıb, asılı insanlar nökərlərdir. Bu kastanı Brahmanın ayaqlarından yaratmışdı. Brahma qədim hindlilərdə başallar, kainatın yaradıcısı, kastada hüquq və vəzifələri çox ciddi müəyyənləşdirilmiş insan qrupu idi. Qədim Hindistanda mədəniyyətinə danışmaq istəyirəm. Qədim Hindistan mədəniyyətində qədim hindlilər elmə bir çox töhfələr vermişdilər. Sadə və asan hesab qaydasını ixtira etmişdilər. Yerin, ay və günəş arasında olan məsafəsini müəyyənləşdirmişdilər. Yerin radiusunun, sıfır anlayışını, rəqəmlərin müasir yazışını, digər astronomik və elmi kəşflər etmişdilər. 10 rəqəmin köməyi ilə təşrik, yüzlük və minlikləri ifadə edirdilər. Hindistan rəqəmlərini əvvəlcə ərəblər mənimsəyibdi. Hindistanda rəqəmlərini əvvəlcə ərəblər mənimsəmiş, sonra isə Avropalılar öyrənmişdi. Qədim hindlilərin əlifbası və yazısı var idi. Onlar Finikiya əlifbası ilə tanış idi. Mahabharata və Ramayana dastanlarında qədim hindlilərin də din etiqadları və dünya görüşləri öz əksini tapmışdı. Hind sivilizasiyası dövründə eradan əvvəl 3-cü illikdə şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə edilmişdi. Eradan əvvəl burada möhtəşəm sütunlar, saray və məbədlər inşa olunmuşdu. Daş sütunların yuxarısında heyvan və insan heykəlləri qoyurdu. Sütunların birinin üzərində 4 şir heykəli var idi. 4 şir heykəli eradan və 3-cü əsrə aiddir. Eradan və 3-cü əsr 4 şir heykəli. 4 şir heykəli. Bu təsvir hazırda Hindistanın Cerbində də Cerbidə, hal-hazırda Hindistanın Cerbidir. Eradan və 1-ci əsrdə Hindistanda daşdan yonulmuş darvaza hazırlanmışdı. Eradan və 1-ci əsrdə daşdan yonulmuş darvaza. Daşdan yonulmuş darvaza hazırlanmışdı. Hindistanda 4 növ qoşun adlandırılan şahmat oyunu vətəni hesab olunurdu. Şahmatın da fiqurları sümükdən düzəldilirdi. Sonra Hind xalqının formalaşdığı dövrdə Hinduizm dini yaranmışdı. Qədim hindlilərin dini etiqadları və qanunları Hinduizmin ən qədim müqəddəs qanunlar toplusu olan və Veda birlikləri, müdriklər adlanan məcmuələr toplanmışdı. Veda qanunlarına görə qanunları pozanlar ağır cəzalandırıldılar. Hinduizmdə fil baş tanrı Ganesh adlanırdı. Və eradan əvvəl 6-cı əsrdə Hindistanda Buddizm dini meydana gəldi. Eradan əvvəl 6-cı əsrdə Buddizm dini yarandı Hindistanda. Buddizm dini banisi Gautama idi. İnsanların kastlara bölünməsinə qarşı çıxırdı. Gautama Budda təlimini isə Buddizm adlandırdı. Buddanın məqsədi insanları yaxşılığa çağırmaq idi. Gautamaya görə insanların cəmiyyətdəki yeri, onların əməlləri müəyyən olunur. Buddizm dinində vahid tanrıya inam yoxdur. Buddist üçün mənəvi təkamülə gedən yol daxili və praktik əxlaqdan, meditasiyadan keçir. Budda həqiqətə işıqlanmış bilici deməkdir. Meditasiyada insan psixologiyasını dərin dağınıqlıq vəziyyətinə gətirən əqli fəaliyyətdir. Hindistandan bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı olar. Uğurlar hər birinizə.